Hər birinizi salamlayıram, baxırsınız, dəyərləndirirsiniz, çox sağ olun, minnətdarlığımı bildirirəm. Bu günləri bir dənə təbii qidalardan kənddə bir dənə ləzzətli hazır olunacaq bir yemək hazırlayıram. Deməli, mal əti, quzu quyruğu, deməli, lülə kebab hazırlayacağım. Sonra da onu deməli pomidor yumurtanın içində bişirəcəyik. O da yerimiz mənim çox dadlı, əla bir yeməkdir. Ata, ata, Hı. ci, 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 ci. İstəyirsiniz ki, lülə kebab şişdən tökülməsin, bir əlini şişə vurulmalıdır lülə kebab. Bir də əti yaxşı-yaxşı qarışdırıb çırpmalıyıq ki, ət saplansın. Ət hazırdır. Bunu indi qoyacağıq soyuducuya. Ən azı 3-4 saat qalır və yaxud da bir sütbə saxlayırıq. Lülə bişirmək istəsəniz, yəni lülə necə hazırlanır, o Ziya Bakayla YouTube kanalında var. Orada müəyyən sirlər var ki, orada var. Şey var ki, yumurta getir, tuvaletdən getir. Mütləq deməli duzlamalıyıq ki, yanmasın, lüləni pişirəndə. Biraz da indi duzunu üstüyotunu vururuq.
Onun özü də yumurtası bişmir abi. Bu cür nə var? Sos fikir ver. Çörək kimi vurursan dağılır. Bunun əsas belə olmalıdır. Bunun ən ləzzətlisi budur. Yumurtası bişməsin. Olur əla. Perviz məmnunsa. Siz də baxın, abunə olun, like eləyin. Yeni videolarımız gələcək inşallah. Şirniyyat sevənlər istəsəz Xanım Mətbəxdə kanalına da abunə ola bilərsiniz. Görüşərik inşallah. Sevinç, bunun burada içində nə var belə batırırsan sən? Böyle dadını çok burada. Ha, olsun dadını bilirsən.